Mənə dedi ki, xanım, bizə şikayət olunmayıb. Bizə yuxarıdan əmr verilib ki, bu həbsdə yatmalıdır. Bu sözləri Bakı şəhər prokurorluğunun əməkdaşı Rəşad adlı şəxs Nidanın həbsdə olan üzvü Orxan Eyyubzadə barədə deyib. Orxan Nida Vətəndaş Hərəkatının üzvüdür. O, mayın 6-sında nidaçılara verilən hökmə etiraz edərkən saxlanılıb. 19 yaşlı gənc 20 sutka həbs cəzası alsa da, daha sonra saxlanıldığı Binəqədi Təcridxanasında hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddəsi ilə həbs müddəti uzadılıb. Amma Rəhilə Məmmədova deyir ki, mayın 14-də Orxan Eyyubzadənin atası infaq keçirib. Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasının işçiləri bu barədə gəncə məlumat veriblər. O, telefon istəyib ki, atası ilə danışsın və bu zaman mübahisə yaranıb. Telefon tələb edib, oğlan deyib ki, 1 saatdan sonra telefon verərik, abed eləyirik. Abeddən sonra yenə Orxan çağırıb ki, bəs niyə mənim valideynlərimdən mənə bir xəbər vermirsiniz ki, mən telefonu 1 saat dedim, deyib, saat 5-də. 5-dən sonra deyiblər ki, gecliyində verə bilmərik, sabah verərik. Deməli, 14-də olub bu hadisə, 14-ündən telefon tələb edib, 15-də artıq bu hadisə olub. Rəis özü gəlib şəxsən Orxana kəllə atıb. Rəhmə xanım deyir ki, hadisə baş verdiyi yerdə kameralar olub. O, Təcridxanadan və Daxili İşlər Nazirliyindən kamera görüntülərinin təqdim edilməsini istəyib. Binəqədi Təcridxanasından deyiblər ki, kameranın yaddaş kartı yoxdur. Daxili İşlər Nazirliyi də Təcridxanada təmir getdiyinə görə kameraların həmin vaxt söndürüldüyünü bildirib. Yoldaşımla anası gedib, Orxanla görüş tələb ediblər. Onlar deyib, belə bir şey olub. Orxan göyə polislərə əl qaldırıb, müqavimət göstərib. İntihası, biz bunun üstündən keçmişik, siz gedin oturun sakit yerinizdə, biz də heç kimə göyə heç zat deməyəcək. Yəni, bu iş öz aramızda həll olunacaq. Bu da ondan irəli gəlib ki, Orxanı 11 nəfər əgər polis döyübsə, istər-istəməz Orxanın bədənində döyülmə yaraları da, yəni yara əzilmələr, göyərmələr olmalıdır. Yəni, bu döyülənin bədənində olur. Yəni, bunların vaxt tutması ondan irəli gəlib ki, Orxanın bədənində olan göylərin çəkilməsi. Bir dənə onun əynindən cırıb alt baltarınca çıxardıb rəislə, rəisin xalası oldu, ya dəqiq bilmirəm, bacısı oğludur, Asif olar. Mən də onu əsas kimi saxlamışam, məhkəməyə də təqdim eləmişəm. Prokuror dedi, baxarıq o işə, sonra prokuror o işi götürüb işin arasından çıxardıb tamamilə, bilmirəm niyə. İbrahim Məmmədov deyir ki, istintaq materiallarında 19 yaşlı gəncin 11 nəfər polisə müqavimət göstərdiyi və onlardan 3-ünə xəsarət yetirdiyi yazılıb. O, oğlunun fiziki cəhətdən bunu edə bilməyəcəyini deyir. Valideyn Orxanın tez-tez sudurğa keçirdiyini və buna görə təcridxanaya 16 dəfə təcili tibbi yardımın çağrıldığını bildirir. Nə polislərdə günah görürəm, nə prokuratura işçilərində günah görürəm. Mən bunu dövlətdə, dövlət başçılarında, şəxsən Ramin Yusubovda günah görürəm. Çünki Ramin Yusubov bir neçə dəfə Cəlilabad rayonuna zəng eləyib, Cəlilabad rayon rəisinə zəng eləyib, Orxan Eyyubzadəni tələb eləyib. 5 iyulda Binəqədi rayon məhkəməsinin hakimi Mir Heydər Zeynalov Orxan Eyyubzadənin prosesini apararkən onun hansı maddə ilə həbs olunmasından belə xəbərsiz olub. Məhkəmə zamanı biz ev tutarlığını tələb edəndə məhkəmə hakim onun nə ilə həbs olunmasını unutmuşdu. Avtoşdur, unutmuş, həm də ki, ümumiyyətlə bilməmişdi nə ilə həbs olunub. Ona sual vermişdi ki, niyə avtoşluq eləyirsən sən şəhərdə? O da özünü sındırmamaq üçün deyib ki, tormuzum tutmadı, əyləci bastım tutmadı, ona görə maşın bərk getdim. Deyib, hə, əyləci düzələndə çıxarsan, nə gedərsən, müddət həbs verilibsə, ged onu yat çıxarsan. 15 mayda polislə baş verən mübahisəyə Müsavat Partiyasının divan üzvü Tural Abbaslı şahidlik edib. O, Orxan Eyyubzadə ilə bir kamerada saxlanılıb. Tural Abbaslı nidaçı gəncə 2-3 nəfər polisin təpik vurduğunu və daha sonra başqa kameraya aparıb döydüklərini bildirir. Elə dəhlizdə də vura-vura onu apardılar başqa kameraya və orada da 10-12 nəfər bunu həm əlindən, həm ayağından qandallayıb döyüblər. Birbaşa Raminin, yəni rəisin iştirakından, yəni orada onun qışqırığını mən də işləyirdim. Yəni sonra bir yarım saata yaxın ordunu döydülər, sonra o başqa kameraya apardılar onu. Mən təzədən rəisin yanına çıxdım ki, onun öz kamerasını qaytardım. O kameraya gələndə onun əynindəki ağ köynəkdə ayaq izləri var idi, açıq aydın görünürdü, maykası cırılmışdı, şalvarı cırılmışdı və orada ona təhqiramiz ifadələr işlətmişlər, həddə qorxu gəlmişlər, hansı ki, onu ifadəmizdə demişik.
Nidaçı gəncin valideynləri onun həbsinə alışıblar. Orxan hicaba qadağa, əskər ölümləri, qazilər ölməsin aksiyalarında da saxlanılıb. Onların tək narahatlıqları Orxanın yarımçıq qalan təhsilidir. O, Kiyevdə yerləşən Texnologiya və Dizayn Universitetinin 2-ci kurs tələbəsidir. Nasıl lazımdır Əmir xala deyim gəlsin. Orxana deyərsən evə gəlsin.